Bu avtomobil nədir? Bu Seat Cupra'dır. Azərbaycanda bir dənədir bundan. At gücü də 300'ə, nə qədər də at gücü var? 300'ə yaxında at gücü var. 300'ə yaxın. Aporların gəlsə göstərim ki, görün 300 at gücü olan 300'də sürəti var. Əyləc disklərin, aporaları, yəni dayaqların baxın, böyüklüyünə baxın. Diskiyə bərabər aporlar var. Niyə? Çünki sürətli avtomobil, sport avtomobil olduğuna görə Brembo'dur, orijinal Brembo'dur ha. Görürsünüz, əyləc sistemi də orijinal Brembo'dur. Sürəti çox olduğuna görə, at gücü çox olduğuna görə də əyləc sistemində məhz böyüdüblər. İnan ki, bax diskin içi ilə birdir ki, 19'luq da, özdə diskisi 19'luqdur. Aporun böyüklüyü ən azından bir 16'lıq var. Gör nə boyda böyüklükdədir. 300 at gücü elə belə deyil. Azərbaycanda bir dənədir. Özdə nəyin göstərimsə, zavod tərəfindən də ki, yəni bu deyirlər, popcornu var. İndi bunun da həqiqətən də popcornu var. Kodda bir dənə işə salın baxım. 18-ci il sıfırından da yiyəsindədir. Ver. Gaz ver. Kimin popcornu var, yatın partlasın, tutlasın burada, görürsünüz. Yəni zavod tərəfindən qurulaşdırılan, bax belə olur. 18-ci ilində sıfırından da Azərbaycandadır, bugünkü gündə sürülür. Amma ki, sürmənin özdə mexanika, avtomat yox. Sürüb baxarsınız özdə nə qədər gücü var. Adam inanmır ki, 300 at gücündə özdə balacadır da. Özünüz bilirsiniz ki, Seat'dır da, nə olmadı? Seat Cupra, yəni elə bir böyük bir avtomobil deyil, amma ekskluzivdir. Azərbaycanda bir dənədir, amma sürməyinə dəyər, mexanikadır. Sürürsən, ləzzət alırsan. Allah xeyir versin, yiyəsinə, sürsün, keyf eləsin. Bu logoda bilsiniz nədir? Airline. Airline'da bunun dünyada neçə ədəd olduğunu göstərir, yəni ekskluzif bir avtomobildir.